muğam ifaçılığı da intizamı xoşlayır. Hər kəsin xoşlamır. O baxımdan bizim bugün Muğamstar müsabiqəsinin qalibi, mənim balalarım qədər mənim üçün əziz tələbəm, mənə hər yerdə başucalıq gətirən Babək Niftəliyev bizim hörmətli prezidentimizin o nətərgələr təqaüdünə layiq görülüb. Mən fürsətdən istifadə edib hamımızın adından cənab prezidentimizə can sağlığı arzu edirik. Ona işlərində böyük uğurlar arzu edirik. Niyə? Bizim muğamımızı dövlət səviyyəsində qoruyur. Dövlət yiyəduran işə heç kəs heç nə yerilməz. Odur ki, bizim muğamlarımız etibarlı əllərdədir. İstəgəl siz də varsınız, mən də varam. Nə qədər biz varıq, bizdən yaxşı istifadə eləyin. Məqamdır. Biz olmayanda sizin çətin olacaq. Odur ki, indi əziz Babək balama, indi mən söz verirəm, o Mavrindi muğamından bir balaca 4 misralıq bir qəzəllə, bir təsniflə bu işə bir yekun vursun. Bir sürprizdir, qoy olsun. Sağ ol, sağ ol. Babək, bunu elədim ki, məqam-ı cəngidə şir ilə şirdir ya. Bəli, Allah ömür. Çox sağ ol, Allah səni var eləsin. Qoru özünü, çünki estafeti sizə ötürmüşük.
siz də bunu əsas götürün ki, qızım, bir balaca təsnif oxu. Buyur, rast kökündə. Nəzrə eyləmişəm. Oxuya bilərsiniz. Bəmdən oxuyun. Könlümü zülfün alancı. Zindəki Xalik, qurban eləyəm, qönçəyi çəkmindəki Xalik. Nə deyim şükrü Xudanın kərəminə, bəh, bəh, bəh. Nə deyim şükrü Xudanın kərəminə, bəh, bəh. Nə deyim şükrü Xudanın kərəminə, bəh, bəh, bəh. Nə deyim şükrü Xudanın kərəminə.